Dostlar, San Francisco'da taksi çağırmışam. Məsələ bilirsiniz nədir? Bu taksinin sürücüsü yoxdur. Yoxdur. Qapıları açdı. Daxil olduq taksiyə. Salam əleykum. Bizə lazımdır burada Start Ride'a basıb sürüşə başlamaq. Avtomobil hərəkətə başladı. Bizi lazım olan nöqtəyə aparacaq. Waymo'nun layihəsidir. Daha doğrusu Google'un Waymo layihəsidir San Francisco'da. Eyni zamanda Los Angeles və Phoenix şəhərlərində bu layihə aktivdir. Bu şəhərdə Jaguar'la əməkdaşlıq eləyiblər və bu avtomobilləri tamamilə sürücüsüz formada şəhərə buraxıblar. Bildiyimiz taksi xidməti göstərirlər. Hətta belə deyərdim ki, Uber'dən baha deyil. Uber'lə təqribən eyni qiymətədir. Əsas məsələ nədir? Sürücü yoxdur. Tam olaraq sürücüsüz idarə etməni həyata keçirir. Gördüyünüz kimi sağa döndü və üzü aşağı şəhərə doğru bizi aparır. Möhtəşəm təcrübədir. Layihənin əsas məqsədi taksi sürücülərini, belə deyək, işini əlindən almaqdır. Çünki taksi sürücüləri marjanı qaldırırlar bu şirkətlərə görə və tamamilə avtonom həyata keçirilən bu sürüşlərdə insan əməyindən istifadə olunmur gördüyünüz kimi. Şirkət sadəcə öz komissiyasını götürür və hərəkət bu formada təmin olunur. Bildiyimiz süni intellekt vasitəsilə hər şey idarə olunur. Yəni kənardan kameralar vasitəsilə yox, süni intellekt real zamanlı analiz edir və şəhəri gəzdikcə də öz proqram təminatını, databazasını təkmilləşdirir. Hal-hazırda qırmızı işıqda dayandı. Bir neçə dəqiqə əvvəl avtomobillə söhbət etdim, daha doğrusu süni intellektlə. O qeyd etdi ki, təhsilini Stanfordda başa vurubdu. Burada bir neçə biznes sahibidir və sadəcə axşamlar bu formada Waymo'da işə çıxır. Maraqlı yanaşmada. Stop işarəsini gözlədi, sol tərəfi buraxdı, sağa dönmə fənərini yandırdı, sağa manevr etdi və düz burada saxladı. Artıq avtomobili tərk etməliyik. Bu avtomobilin çöl hissəsini də sizə göstərim. Gördüyünüz kimi sensorlarla olduqca zəngindir. Hər yerdə demək olar ki, sensor kamera quraşdırılıbdır. Ön tərəfi, yan